Azərbaycanımızın mənəvi xəzinəsi olan aşıq ədəbiyyatı, aşıq musiqisi hər zaman qadınlarımızın zərif ruhları ilə daha da rənginləşib və zənginləşib. 11 il boyu təxminən qadın aşıq musiqi qrupunun sərpərəsti kimi yol gedən və indi isə El Bilimi müəssisəsinin himməti ilə və onun başçısı mühəndis Sərrafi cənabları və burada əməyi olan Cənab-ı Səid Çələbiyani və əziz xanım Mərcan Mənafzadənin himməti ilə həyat tapan Aşıqpəri Məclisi diyarımızın istedadlı və sənətkar xanımları üçün açıq bir qapıdır. Aşıqpəri Məclisi 1984-cü ildə Otay Azərbaycanımızda, Bakıda Narınc xatın tərəfindən yaradılıbdır. Narınc xatın 2000-ci ilə qədər bu məclisin rəhbərliyini öhdəsinə alıb, 2000-ci ildə Mikail Azaflı, Aşıq Mikail Azaflının qızı Gülarə xanıma əmanət tapşırıbdır. Gülarə xanım Azaflı 2008-ci ilə qədər Aşıqpəri Məclisinin rəhbəri olub, 2008-ci ildən təxminən 2010-cu ilə qədər məlum səbəblərdən Aşıqpəri Məclisinin fəaliyyəti dayanılıbdır. 2010-cu ildən səhv eləməsəm, bu məclisin rəhbərliyi Pərvanə xanım Zəngəzurluya tapşırılıb və bu günə qədər də Pərvanə xanım Zəngəzurlu bu məclisin rəhbəridir. Aşıqpəri Məclisi Türk dünyasında yeganə sazlı sözlü xanımlardan ibarət olan uzun ömürlü bir məclisdir demək olar. Pərvanə xanım Zəngəzurlu və orada bizim əziz dostumuz Pərvanə xanımın, o deyərlər bizim öz dilimizdə müavini Sudaba xanım İrəvanlının mənə göstərdikləri mənəvi dəstək və səmimi məhəbbətləri üçün dünyalar qədər təşəkkür edirəm və onlara minnətdaram. Bildirim ki, onların bizimlə olan yoldaşlıqları və himayəti mənim üçün xüsusilə çox dəyərlidir. Amma keçirəm öz söhbətimizə. İranda və Təbrizdə qurduğumuz bu Aşıqpəri Məclisi sadəcə bir musiqi qrupu deyil. Analarımızdan bizə miras qalan səsin, sözün, sazın ruhunu yaşatmaq üçün çox gözəl bir andır. Bu yol çətin olsa da çox şərəfli bir yoldur. İllər boyu böyük bir iştiyaqla